Bəzən zehnimiz o qədər düşüncələrdən dolu olur ki, bir an belə zehnimizin susmayacağını düşünürük. Və onlarda edə biləcəyin sadə bir praktika ilə gəlmişəm. Salam, mən xanım Bayram, evimin salonuna sizi salamlayıram. Və bu günlərə edəcəyimiz praktika çox sadədir. Bunun üçün düz bir zəmin, hətta bu adi xalça da ola bilər, yoga matı da ola bilər, adi döşəmə də ola bilər oturmağınız üçün. Düz bir zəmin olmağa kifayətdir. Altınıza bir dənə döşəkçə qoyursunuz. Yoga döşəkçəsi yaxud da hər hansı bir döşəkçə qoyursunuz. Və olsa çox yaxşı olar göz bandı, yoxsa da otağı kiçik qaranlıq eləməyiniz kifayət edir. Heç biri yoxsa sadəcə gözünüzü yummaqda kifayət edəcək. Götürürsünüz və nə edəcək? Burada japa meditasiyası edəcəyik. Biz yaradandan gəlmişik və yaradana gedəcəyik. Yaradan olmasın, sən buna kainat de, yaxud da mütləq varlıq de, Allah de, fərqi yoxdur. O sonsuzdan gəlmişik və bəzən həyat içərisində o sonsuzdan gəldiyimizi unuduruq və həyatın içində sıxışmış hiss edirik. Düşüncələr bizi boğur və aparır. Bu zamanlarda edə biləcəyimiz çox bəsit bir praktika var. Sadəcə günün 10 dəqiqəsini buna həsr edəcəksən və bütün günü artıq qazanmış olacaqsan. Zehnin zamanla durulmağa, sakitləşməyə başlayacaq. İndi nə edirik? Prosesi danışıram sizə. Biz nəfəs alanda so, nəfəs verəndə isə hum deyəcək. So, o varlıq mənasını daşıyır, hum isə mən mənasını. Mən oyam mənasını danışır Hind fəlsəfəsində və yaradanla bir olduğumuz, ondan gəldiyimizi xatırladılır. Və 40 gün boyunca japa meditasiyasını edə bilərik beləliklə. O zaman hazırsınızsa artıq başlayaq. Rahat oturun. Onurğanızı düz tutun. Hər hansı bir yerə söykənmədiyinizdən əmin olun. Əllər dizinizin üstündə olsun. Və sadəcə nəfəs alıb, nəfəs verəcək. Dərin nəfəs al. Və nəfəs yavaşca verincə. Dərin nəfəs al. Və nəfəsini ver. Dərin bir dənə də nəfəs al. Və nəfəs ver. İndi nəfəs alanda so, səsli şəkildə so deyəcək. Dərin nəfəs al. So. Verərkən hum. So. 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 Hum. İndi içində mantranı təkrarlamağa davam edəcəksən. Nəfəs alanda daxilində so, verərkən hum deyəcəksən. Nəfəs alarkən daxilində so deyə.
canım de. Daxilində mantranı təkrarlamağa davam elə. Yavaş yavaş daxilində mantranı sonlandır. Artıq meditasiyanı sonlandırırıq. Adi qaydada nəfəs al və nəfəs ver. Son bir nəfəs daha al. Və
və rəşənəllərini birləşdir. Namaste. Artıq həyatına yeni bir sən olaraq davam edə bilərsən. Hələlik.